Zəhra, İtaliya harda yerləşir? Balkan yarımadasında. Balkan yarımadasında. Bəs buranı Yunanlılar nə adlandırırdı? Bu şeydirsə İtalyanı yaşıyor. Buzovlar ölkəsi. Bəli. Buzovlar ölkəsi. Günəş əhalisi nə ilə məşğul olurdu? Əkinçilik, maldarlıq, balıqçılıq, üzümçülük. Bəli. Ən çox inkişaf etmiş tayfası hansı idi bəs? Etrusklar. Düzdür. Zaur yarımadanın mərkəzində hansı tayfa yaşayırdı? Batın tayfası. Roma şəhəri Zaur necə yaranıbdı? Qısa deyək ki, Romunla Remin sonda mübarizəsi olur. Rom Remili öldürür və şəhərin əsasını qoyur. Neçənci ildə yaxşı onu dünən? 753. Eradan əvvəl 753. Zəhra, Roma tarixi 3 dövrə bölünür. Mən birinci padşahlıq Ərəmsəvə 753-dən 589-a qədər 89-a qədər, sonra Respublika dövrü yenə o da 589. 509, 753-dən 509, sonra dövrü, Respublika dövrü 509-dan 27-yə qədər, sonra dövrü, İmperiya dövrü 27-dən 395. 95. Günəş. Deməli, padşahlıq dövründə Romanı kim idarə edirdi? Kim idarə edirdi? Bəli. Padşahlıqsa kim idarə edir? Padşah. Mən elə bildim adam adı soruşsun. Padşahın adını. Padşah və? Padşah da senat, o da ağsaqqal da şurası. Bəli. Zaur. Əhalisi 2 hissədən ibarət idi. Reslər Patrislər və plebeylər. plebeylər. Zəhra, patrislər kimlərdir, plebeylər kimlərdir? Patrislər Roman hakim təbəqəsi idi. Yəni ən qədim nəsildən olublar. Sonra iri torpaq sahibi olublar. Sonra nə var orada? Bir də ağsaqqallar desən var idi. Onlar seçirdi. Aha. Sonra plebeylər, o da mənim köçüb gələnlər oldu da, yəni Romaya. Desəm idi. Sonra onlara torpaq pay verilmirdi də onlara. Yəni orduda xidmət edirdilər. O plebeylər. Günəş. Respublika quruluşu nə vaxt yarandı və respublika sözünün mənası? Respublika sözünün mənası. Bəli. Şoka düşdü elə bil. Mən respublikanı bilməmişdim axı. Romada respublika nə vaxt quruldu? Eramızdan əvvəl 509-cu. Düzdür. Respublika sözünün mənası? Xalq iş. Düzdür. Xalq işi, xalq hakimiyyəti. Zəhra, respublika dövründə kimlər arasında müharibə getdi? Mənim patrislər və plebeylər. Hətta yəni o respublika dövründən də əvvəl gedirdilər arasında müharibə. Respublika dövründə eradan əvvəl 509-da başladı. 265-ci ilə qədər demişdik, davam edib. Bəs Zəhra, patrislər, plebeylər müharibəsində kim qalib gəldi və hansı hüquqları əldə etdilər? Mən burada plebeylər qalib gəlir müharibədə.
Bir də hansı hüquqlar qəbul edildilər? Desəm elə bir şey 3-cü yüzilliyin ortalarında idi, plebelə yəni. Romada yəni tam hüquq, yəni vətəndaş ola bilərdilər də, yəni istədilər elə bilərdi belə deyim. Yəni istənilən vəzifəni seçə bilərdilər özləri. Bəli, başqa? Hansı vəzifə? Sonra şey də var idi. Bilirdim onda xalq tribunu seçmək də var idi, xalq tribunu. Sonra mən bir də qanunlar qarşısında bərabər idilər. Rom vətəndaşlar o da var idi. Doğrudur. Hətta bildirmişdim ki, 4-cü əsrdə bunlarda da borca görə qul edilmə, bəli, qadağan olunmuşdu. Günəş, niyə Roma Respublikası demokratik yox, zadəgan Respublikası adlanır? Çünki orada bəzi Romalı, bəzi varlı patris bir də plebey. Ailələrdən. Bəli, düzdür. Patrisi plebey, yəni ən varlı patrisi və plebeylərin əlində idi. Əlində idi və Romada onlara əmək haqqı verilmirdi vəzifələrinə görə. Doğrudur, düzdür. Ona görə heç belə deyək, istəmirdilər özləri də bu vəzifələri tuta bilsinlər. Zəhra, Roma Respublikası dövründə senata nələr aiddir? Senat yəni ağsaqqallar şurası deməkdir. O müəllim, yəni daha doğrusu xəzinəyə də baxa bilirdi. Həm daxili, həm xarici işlər onun boynunda idi, belə deyim. Deyək ki, xalq arasında bir yığıncaq zad keçiriləndə orada keçirilirdi. Yəni müharibə, sülh məsələləri ağsaqqalların nümayəndəliyində idi. Günəş, xalq yığıncağı nə işə baxırdı? Xalq yığıncağı və xalq tribununu seçirdi və orada hər il 2 dənə konsul seçilirdi və senatın hazırladığı qaydaları, qanunları müzakirə edib səs verməklə seçirdilər. Düzdür. Zəhra, konsul nə işə baxır? Konsul əsasən patrislər arasından seçilənlər olub. Yəni bir müddət desən onlar seçilirdi, bir il müddət seçilirdi. Sonra də var idi, qoşuna başçılıq da edirdilər. Sonra bir də bütün məsələləri də həll edirdilər. Senatla müzakirə edirdilər, məsləhətləşirdilər, bəli. Günəş, tribun nə işə baxırdı? Tribun plebeyləri müdafiə edirdi. Daha sonra senatın və konsulun plebeylərə aid qərar verirdilər və veto, yəni ləğv qərar qoyarlarsa, bəli, veto qoya bilərdilər. Və onları öldürmək Romada ədalət cinayəti hesab edilir. Zəhra, Romanın iş qanunlar toplusu neçənci əsrdə hazırlanıb? 5-ci yüzillikdə. Və bu qanunlar nələrə aiddir? Bu qanunlara bəli, hətta mövcud prinsipləri. Qanunlar da çoxdur, amma yadımda qalan deyim də. Təbii ki. Orada mən deyirdi ki, yəni hakimlər orada qərar sübutlar göstərirdi. Yəni hakimlərə əvvəldən qərar qəbul sübut göstərirdilər ki, yəni budur. Sonra də var idi. Bir də mənim desən sübuta yetirilməyən günahsız sayılmırdılar. Desən, əvvəl sübut göstərən qədər insanlar günahsız sayılmırdı, yəni. Sonra sübut göstərir. Bir dəqiqə. Öz sözünlə, o kitabdakı ilə əzbərim. Deyir, sübut yoxdursa, insan günahsızdır. Məhkəməyə çıxan insan da hakim əvvəlcə dinləməlidir, sonra hökm verməlidir. Yoxsa orada yazıb, ay hökm, nə bilim, nə? O kitab cümləsi ilə əzbərləməyin, çalışın öz cümlənizlə deyin. Günəş, Romanın ordusunun tərkibi kimlərdən ibarət idi? Kəndlərdən ibarət idi. Və Romanın ordusu nə adlanırdı? Legion adlanırdı. Bəli, Legion 4500 nəfərlik piyada qoşunu idi. Zəhra, İtaliyanın işğalını nə vaxt başa çatdırdılar? 3-cü yüzillikdə. Hansı, belə deyək, taktikadan istifadə etməklə tayfaları bir-birinə savaşdırırdılar? Taktikadan? Bəli. Parçalar hökmranlıq etdi taktikası idi.
Bəli, bir çox Avropa dövlətlərində belə bu siyasətdən istifadə olunubdur. Günəş bu müharibələri neçənci ildə olub, kimlər arasında olub, nə üçün və nəticə? 264 və 146-cı illərdə olubdu. Afrikanın şimalında olubdu və daha sonra nə demişdiniz, nə deyim? Aha, bir də bu müharibənin nəticəsində kim qalib oldu? Səbəb nə olmuşdu? Nədən olmuşdu? Oradan Siciliya adasını tamam tutmaq istəyirdi Romalılar. Və bir də yəni Roma deyəsən qazanmışdı. Bəli, Roma qalib gəlib hansı adalar ələ keçirdi? Oranı da Karfagen şəhərini dağıtmışdılar Aha, və hansı hansı adalar? adaları? Bəli. Siciliya, ondan sonra Bəli, Korsika, Sardiniya. Sardiniya. Demək olar ki, bu hadisədən sonra artıq Aralıq dənizində hakim dövlətə çevrilmişdilər. Zəhra, 146-cı ildə başqa hansı dövlətlər tabe eləyib özünə? 146-cı ildə Yunanistanı məğlub edib, sonra Makedoniyanı da. Bəli. Demək, əvvəl Karfagen, Yunanistan, Makedoniya. Belə. Zəhra, triumf nə idi? Trix müəllim. Triumf. Bilirdim ama. Şeydir, o müəllim yarışda qalib gələndə 4 ağ at idi, verirdilər deyəsən. Yox, o deyil. Mən bilən yəni ağ atı, 4 ağ atı qoşun arabası verirdilər. Yəni yarışda kim qalib gəlsin. 4 ağat qoşulmuş arabada həmən sərkərdə Zəfər tağlarının altından şəhərə daxil olurdu. Yaxşı deyir, 4 dənə ağat verirdilər ona. Özü ağ, niyə ağ məsələn? Günəş ən böyük qul bazarı harda yerləşirdi? Eşitmədim. Ən böyük qul bazarı harda yerləşirdi? Ən böyük nə bazarı? Qul bazarı, qul. Qul bazarı mən Roman hansı adasında? Nə? Delos adasındaydı. Bəli, ən böyük qul bazarı Delosdaydı. Bəs Günəş qulları nə adlandırırdılar bunlar özləri? Mən canlı ölülər adlandırdılar. Harda? Misirdə. Bəs Romada? Romada mən danışan alət. Yunanistanda? Yunanistanda mən insan ayaqlı. Spartada? Hilot. Hindistanda? Yad düşmən. Düzdür. Zəhra, qladiator kimlərdir? Nə vaxtdan keçirilir döyüşlər? Mən danışım onun haqqında, yəni məlumat. Bu döyüş nətər olurdu müəllim? Demək, mən Romada, yəni xüsusi qullar, yəni qul olur, hansı çevik güclü qul idisə, onlar arasında hətta onlara şey verilmişdi, məktəblərdə, həbsxanalarda işləmək üçün, yəni verilmişdi. Hətta onları bir-birinə vuruşdurmuşlar ki, yəni döyüş olsun. Gladiator da yəni qılınc deməkdir latınca. Bu 3-cü yüzlükdə müəllim gladiator döyüşlər keçirilir, şey tikilir, amfiteatra keçirilir. Hə, belə bir şey keçirilir. Sonra o mərkəzində qumla tökülmüşlər. Yəni qullar arasında yarış keçirilmiş. Kim əgər utsa, yəni bu onun ölümü, bu həmin o qulun ölümü seyircilərə, bu adamlara qalmış. Əgər onlar yəni tamaşaçılara, əgər onlar yəni belə barmağını tutsa, yəni yaşayacaqmış, yox, yəni aşağı tutsaydı öləcəkmiş. Bəli, yavaş-yavaş türk iş irəliləyirik, seyircilər filan. Günəş Tiber qraxın xatirinin seçilməsi. Seçilməsi nəticəsi. Bəli, neçənci ildə keçildi və onun silahlarına nələr aid? Eramızdan əvvəl 133-cü ildə oldu. Aha. Qanunlar isə hər bir Romalıya
250 hektardan çox torpaq verilə bilməzdi. Torpaqdan qalan artıq yoxsullara verilirdi. Aha. Daha sonra kəndlilərə verilən torpaqlar satılmaqları qadağan olmuşdu. Günəş, bəs Tverinin bu siyasətini kim qəbul elədi, kim rədd elədi? Yəni hansı orqan qəbul elədi, hansı orqan rədd etdi? Xalq yığıncağı qəbul elədi. Bəli. Kim qəbul eləmədi? Əgər xalq yığıncağı qəbul etsə, kim rədd eləyəcək? Senat. Senat, əlbəttə ki. Senat deyir ki, padşah olmaq istəyir. Onu günahlandırırlar ki, ölsünlər, öldürürlər onu. Zəhra xanım, öldürüldü Tiber Qraq. Yerinə nə vaxt kim gəldi? Onun qardaşı gəlir müəllim. Qay Qraq o gəlir. O da yəni qardaşının həmin islahatını keçirir. Yəni kəndlərə torpaq paylayırdı. Yəni davam edir. Sonra 123-də gəlir o. Sonra şey olur. Bu yenə bu senat nədir? O onu öldürür. Sonra yəni dağılır da bu kəndlərə torpaq paylaması dayandırılır. Hətta yəni deyir ki, səhv dedim. Yox. Əsas nə demədin? Qardaşından fərqli olaraq bu başqa bir dənə də şey eləyib, onu demədin sən. Dövlət anbarlarından desən taxıl verirdi. O da var idi. Sonra müəllim bu dönəmdən sonra şey olur. Kənddə yəni torpaq paylaması dayandırılır. Hətta deyirlər ki, yəni ki, verilən kəndlərə torpaq tuta bilərdi. Yəni bu da var idi. Aha, doğrudur. Qaldı buradan Günəş. Spartak üsyanı. Mən Romadakı qulların ağır yaşayışına görə orada üsyana səbəb olmuşdu və eramızdan əvvəl 74-cü ildə Spartakın başçılığı ilə üsyan qaldırılmışdı. Aha. Kapıya şəhərində qaldırılmışdı. Bəli. Bəs üsyançıları necə oldu dənizçilər Allahdır? Üsyançılarla Bəli. Onlar necə aldatdılar? Əslində onları adaya keçirmədilər, əslində. Sadəcə pulu filan aldılar, amma keçirmədilər də. Bəs onların adından ölməkdənsə. Bəli. O adından ölməkdənsə qılınc zərbəsinə ölməyə dayanmışdı. Bəli. Kim yatırdı bunların üsyanını? Kim yatırdı? Yox. Hə? Pompey və bir də Kras. Aha, 71-ci ildə demək olar ki, çox hissəsi onların çarmıxa çəkildilər Roma şəhəri boyunca. Aha, Zəhra, bəs bu müharibədən sonra hansı sərkərdələr arasında vətəndaş müharibəsi başladı? Vətəndaş müharibəsi müəllim kimlə kim arasında dediniz? Hansı sərkərdələr arasında? Bu Krasna Pompeydir. Bəs sonradan kimlə qoşulmuşdu? Julius Sezar. Julius Sezar, düzdür. Günəş, Julius Sezarın konsulluq müddəti bitəndən sonra onu hara canişin təyin etdilər? Hara canişin? Şəhər adı mı? Bəli, hansı şəhəri? Romanın, yox. Aha. Roman hansı ərazisini? Deyir özdə ora gedəndə... İtaliya. Yox. Deyir ora gedəndə sadəcə o ərazinin bir hissəsi bunların əlində idi. Amma Sezar gedəndən sonra bütün hamısını birləşdirdi. Fransızlar orada yaşayıb, Günəş. Zəhra. Mənim İtaliya deyildi. Qalliya. Fransızlar deyirəm, orada yaşayıbdır. İndiki Fransanın ərazisi də deyərdim ki. Zəhra, neçənci ildə hansı ifadəni işlədərək Roma sərhədlərini keçdi?
Roma sərhədlərini keçdi bu Yuli Sezar. Hı. Roma sərhədləri. Neçənci ildə? Neçənci ildə? Bundan sonra Oktavian və Opsi gəlmir. Deyən. Nə oxuyor? Yəni getirsin. Bilmirəm. Bilmirəm mən. O hayır, anlatırlar. Günəş. Kış yatılmışdı deyir. Bəli, neçənci ildə? 49. 49. Bəs Günəş Senat ordusuna kim rəhbərlik eləyirdi? Sen sorusuna kim rəhbərliyim? Mən Hansı sərkərdə rəhbərlik eləyir deyir. Amma təşkil elə bilmədi də müdafiəni. Sezar. Yox, Sezara qarşı Yox. kim? Sezar. Pompey. Sezar Sen- qoşununa Pompey başçılıq edir. Amma deyir Sezar o qədər cəld hərəkət eləyir ki, Pompey müdafiəni heç təşkil eləyə bilməyəcəkdir. Hı. Zəhra, Sezarın bir diktator, hökmdar kimi ehtiram gördüyünü hardan görə bilərik? Nə sübut eləyir? Mən bu tutmur, Avrupasiya, Afrikanı. Yox. Ona bir hökmdar kimi. Heykəllər, bilmirəm, mənim heykəllər çəkmişlər ona oxşar deyəsən. Onun heykəlləri Allahlar Heykəl qoydu. idi. Bir də pullar var idi. Yadıma düşdü, üstünə pul zəbt etmişlər. Üstünə pul zəbt eləməli. Pulların üzərinə onun şəklini Həm adına, hətta pulların üzərinə şəklini yapışdırıblar. bəli. Sezarı nə vaxt harada öldürdülər? Eramızdan və 44-cü ildə Aha. harada öldürdülər? Və kim öldürür? Senatorlar deyəsən öldürürdü. Bəli. Senatorların başında kim dayanırdı? Necə? Senatorların başında kim dayanırdı? Elə bu Oktav. Yox. Mən adlarını qarışdırıyorum. Brut dayanır. Oktavian Sezarın varisidir. Antoni bu. Sezarın köməkçisidir. Brut ən yaxın dostu olubdu, amma onu bıçaqlayıbdı da. Amma Antoni ən yaxın. Bax, yaxın Antoni. Köməkçi, deyək də, köməkçisi idi. Amma Oktavian onun varisidir. Zəhra, Oktavianla Antoni deyir ki, biz onun qatillərini cəzalandıracağıq, həm də imperiyanın öz aralarında bölürlər. Kim hansı hissələri idarə eləməli idi? Bir də sonra necə oldu ki, bunların da araları dəydi və bunların aralarındakı bu mənfi münasibətlərin sonu necə oldu? Bunlar əvvəl bilirdilər, yəni hakimiyyəti, sonradan araları dəyir. Amma nədən dəyir? Oktavian müəllim qərbi idarə edir. Aha. Oktavian qərb, yəni öyrətlərini. Qərbi Bu tərtib. Antoni də şərqi idarə edirdi. O birisi də kilsə aralarında dəymə səbəbi nə idi? Məlum məsələdir. İki qısmı bir qazandı. Bu da yenə öz aralarında olardı yəqin. Mən oradan bilmirəm. Hakimiyyət uğrunda mübarizədə ikisi. Hakimiyyət uğrunda mübarizə, yəni yer torpaq əldə etmək. Bəli. Ona görə hansı döyüşdə Günəş məğlub elədi Antonini və artıq hakimiyyəti ələ keçirdi? Hansı döyüşdə? Bəli, baş vermiş dəniz döyüşü. İskəndəriyyəndə tutur orada özü. İskəndəriyyan tutur 30-cu ildə 30. Amma döyüş bir il əvvəl olubdu. Və o hansı döyüşüydü? Aha. Zəhra. Aksi burnu döyüş olur 31-də.
Orada Oktavian qalib gəlir. Düzdür, dəniz döyüşüdür, Aksiburnu yaxınlığında olubdur. Budur. Artıq 30-cu tam hakim Oktaviandır. Demək, Zəhra, imperiya nə vaxt elan edildi? Oktavian hakimiyyət illəri. Mən 27-dən 395-ə qədər. Düzdür. Bəs Oktavian hakimiyyətləri? O da müəllim Oktavian avqustda 27-dən 14-ə qədər. Bəli, eramızın 14-cü ilinə qədər. Kimi təyin edirsə, elə idarə edirlər dövləti. Günəş, Respublika bitdi artıq, imperiya dövründəyik. İmperiyanın ən belə deyək, güclü zirvə dönəmi neçənci əsrlər olub? Birinci, ikinci yüzillikdə. Bəli, birinci, ikinci yüzillik və ya birinci, ikinci əsr. Mark Trayan hakimiyyət illəri Günəş və o hansı əraziləri işğal edib? 98-117-ci illərdə Aha, haranı işğal edib? bəli. Dunay çayının sahilindəki yerlər. Aha, Dunay qələbələri olub. Sonra? Sonra bir də Qaradənizdən Adriatik. nə idi? Oranın arasındakı olan torpaqlar tutubdu. 115 ilə 117-ci ildə isə Asiya yürüyüş edibdi və Mesopotamiyanı, Çilikaniyanı, Ərəbistanı, bir də bir çox ərazini, yarımadanı falan işğal edibdi. Aha. Bir də Parfiyan paytaxtı? Ktesifon. Parfiyan paytaxtı Ktesifon. Bəs niyə geri qayıtdı o? Çünki orada üsyanlar qalxmışdı. Məsələn, Trayanı, mən onun adını çəkdim. Ktesifonda belə deyək, tuta bilmədi. Çünki üsyanlar baş vermişdi və Trayan geri qayıtmağa məcbur oldu. Oran geri qayıtsa. Aha. Zəhra, eramızın ilk əsrlərində təxminən nələri ixtira eləmişdilər? Mənim su dəyirmanları idi. Bir də bu öküzlə hərəkət olunan yəni biçin aləti də ixtira ediblər. Bir də kötan deyil, kötan deyil. Düzdür, Cavahanlı kötanlar, su dəyirmanları. Məsələn, demişdim ki, Atropatena neymiş? Albaniyada da demişdim, var orada oxşar cəhətdir. Daxmalı qullar və kolonlar. Onlar da 2-3-cü əsrlərdədir. Qulun öldürülməsi də 2-ci əsrlər. Günəş, daxmalı qulla kolonun fərqi bunlara nələr aid idi? Daxmalı qullar azad deyildi. Daha sonra onlar ailə qura bilərdilər. Sonra düzəltdikləri məhsulun bir hissəsini sahibinə verir. Ondan sonra qalanını da özlərinə götürə bilərdilər. Və əmək aidləri falan var idi. Amma kolonlarda onlar azad idi. Daha sonra daha yaxşı işləyirdilər qullara nəzərən. Və onlar da əldə elədiyi torpağı həm sahibinə, həm də özünə götürə bilərdi. Bir hissəsini verməklə, yəni çox hissəsi özlərində saxlaya bilərdilər. Aha. Zəhra, xristianlara açıq ibadətə neçənci ildə icazə verilib? 313-cü ildə. Zəhra, həmən ildə başqa hansı dövlət icazə vermişdilər? 313-cü ildə başqa hansı dövlət? Bəli, Azizin tağına keçdi. Bizans idi. Azizin tağına keçdi. Albaniya, Urmay. Albaniya. Zəhra, bəs paytaxtı Vizantiya nə vaxt götürüblər? O 330-da. Bəli. Bu da mərkəzlə əyalət arasındakı əlaqələri zəiflədəcək. Günəş, German tayfalarının Roma ərazisinə daxil olması? German tayfaları 4-cü yüzillikdə. 4-cü yüzilliyin ikinci yarısında oldu. Aha. Və
Sonra nə deyim? Bir də Roma parçalanması. Paytaxtını yox, 2 hissəyə parçalayıblar. Biri qədim Roma, biri də şərqi Roma. Aha. Demək 395-də Birində mənim paytaxtı Qərbi Romada paytaxt Roma olubdur. Şərqi Romada isə Konstantinopol olub. və ərazilərini dedin. Əraziləri mən Makedoniya, ora. Yox. Zəhra əraziləri? Bizans. Yox, ayrı-ayrı. Qərbi Romanın ərazisi, Şərqi Romanın ərazisi. Zəhra? Mənim Qərbi Romada Avropa, İtaliya, bir də Afrika idi. Şərqi Romada isə Balkan yarımadası, Roma, bir də Misir. Düzdür, Romanın Asiya torpaqları. Aha. Zəhra, 5-ci əsrin ortalarında kimlər Romaya hücum etdilər? Müəllim, German tayfalarından idi. Vandallar, bir də Veskotlar. Başqa ortalarda. Bir yana var. Bütün ortalarında. Hunlar da, bir də onlar idi. Bəs niyə geri çəkildilər? Hunlar niyə geri çəkildi? Onlar müəllim desəm Attila var idi, yox. Desəm xahiş tələb etmişdilər, səhv bilməsəm. Orada yox, qaçdı. Düzdür də. Roma papası Attiladan xahiş edirdi ki, şəhərə toxunmasın. Şəhəri himayəsinə saxlasın. Mənim adı yadımdan çıxdı, Roma papası sizi. Papa idi, bəli, papa demişdi. Günəş, sən deyəcəksən Vandalların Romanı qarət etməsi. 455-ci ildə olub. Aha, 450. Nəticəsi oldu ki, Romanı tutmuşdular. Aha. Daha sonra isə bir çox Romanlı öldürüb və qul eləmişdilər. Düz. Zəhra, Qərbi Romanın süqutu? Qərbi Roma süqutu, Qərbi Avropada quldarlıq quruluşu da süqut elədi. Avropada olmuşdu. Neçənci? Qədim dövr başladı, sonra orta əsrlər dövrü başladı. Neçənci ildə? 476. 76. Günəş antik dövrdə Roma şəhərini necə adlandırırdılar? Antikus hər bir Bu şey. mədəniyyətləri idi. Bəs şəhərlərini? Şəhərlərini Əbədi qızıl şəhər və ya sadəcə şəhər. Bəli. Əbədi qızıl şəhər və ya sadəcə şəhər adlandırılır. Bəli, bəs mərkəzi meydanlarını nə adlandırırdılar? Mərkəzin forum adlandırılır. Düzdür, Zəhra. Roma poeziyasının qızıl dövrü? Böyük Plini var idi. Tivoli, bir də Vergili. Ümumi neçənci? Müəllim. Poeziyanın qızıl dövrü ümumilikdə neçənci əsrə əhatə edir? Poeziyanın birinci yüzillikdən də başlayır. Zəhra, Oktavian Böyük Plinin Təbii Tarix kitabını necə müəllim? Ay, Frida, bir qulaq asmır ki. Deməli, Eneyada əsərini yazıb Oktavian sifarişi ilə. Oktavianın sifarişi ilə? Bəli, Eneyada əsərini. Evet ya. Müəllim bilirdim onu. Yadımdan çıxdı indi. Vergili. Bilmirəm. Vergili. Böyük Plini təbii tarixdə titli və onsuz bir tarixçi idi. Günəş, Romalılar il hesabını neçənci ildən hesablayır?
753-cü ildən hesablayıblar. Bəli. Daha sonra Julius Sezarın tapşırığı ilə orada astronomlar təqvim tərtib ediblər və onlarda məsələn 7-ci ay sentyabr ayı olub, 10-cu ay dekabr ayı olub. İlin başlanğıcı ayı hansı ay hesab olunub? İyul. Mart. Mart. Əgər sentyabr İyul necə ola bilər o? İyulda Bəli, iyul Julius Sezarın şərəfinə olubdu. Oktavian Avqustun şərəfinə isə avqust. Zəhra, hansı əlifbanı yaradıblar? Latın əlifbası. Latın dili sonralar hansı dillərin yaranması üçün əsas olub? Latın dili Fransanın, bir də İtalyanın. Fransız, Rumun, İtalyan. Düzdür. Günəş kimin əmri ilə göl yaradılmışdı dəniz döyüşləri keçirilmək üçün? Oktavian Avqustun əmri ilə yaradılmışdı. Orada dəniz döyüşü tamaşaları göstərilirdi. Bir də döyüş arabalarından yarışı olunurdu. Bir də ritonlar, bunlarda ritonlar hazırlayırdı. Bəli, mannalılarla ortaq cəhət idi ritonlar. Zəhra, xristianlıq nə vaxt yaranıb? Xristianlıq 1-ci yüzillikdə. Peyğəmbərin? Necə müəllim? Xristian. İsa da, İsa olub, İsa. Davamçıları onu nə adlandırıbdı və müqəddəs kitabları? Müqəddəs kitabı İncil olub, bir də nə dediniz, nə adlandırılıb? İsa'nın davamçıları İsa'nı nə adlandırırdılar? Xristos. Tabii ki. Belə vardı. Günəş, Roman baş episkopu nə adlanırdı? Necə? Roman baş episkopunu nə adlandırırdılar? Romanlar. Deyirsən, Yupiterə. Yox, o baş tanrılardı. Baş episkoplar isə papadır. Papa. Aha. Xristian təşkilatları isə bunlara bilirsiniz, kilsədir. Başlayaq memarlıqdan. Həriyə bir dənə, Zəhra səndən başlayırıq. Bir dənə memarlıq abidələrini deyin. Amma ətraflıdır. Birinci, mən bir dənə deyim elə. Zəfər tağı. Nə idi bu zəfər tağı? Bu zəfər tağı, yəni imperatorların qələbələri zamanı tikilmişdi. Yəni hansı bir imperator qələbə qazansa, yəni uğur qazansa, onun şərəfinə ucaldılmış. Günəş. Sirk meydanı, buna at yarışları olurdu. Aha. Zəhra. Sonra müəllim, bir də Triyan sütunları var idi. O da yenə şərəfinə ucaldılırdı imperatorun. Bir də 40 metr idi hündürlüyü. Bu Trayan şərəfinədir. Aha. Günəş. Panteon məbədi. Burada mən bütün tanrıların məbədi adlandırırdım. Düzdür. Sonra müəllim bir də qaldı. Qolizey. Kolizey. Bir Kolizey. Aha. Neyse, bilmirəm adı, neyse. O müəllim Qalator həmin döyüşçülər keçirilir. Bu yəni teatr, tamaşa da. Bəli, burada gladiator döyüşləri keçirilirdi. Aha. Günəş, bir də bunların memarları nəyi ixtira eləyiblər? Nətər olmalıdır? Memarları nəyi ixtira eləmişdilər binalar tikmək üçün? Mən Betonu. Beton ixtira eləyiblər. Hətta ki... Aha. Necəm, səsiniz qırıldı. Beton ixtira eləyiblər, deyirəm. Hətta Yunan üslubunda tikirdilər. Bunların hətta heykəltaraşları deyir, Yunanlardan fərqli olaraq insanların xarici görünüşünə yanaşı xarakterlərini açıb göstərə bilərlərmiş.